Kirabin katibin mələkləri. Bir digər adı da yazıcı mələklər. Bir insan bunu hiss etmirsə, demək ki, imanda zəiflik var. Hər insanın sağ və solunda iki mələk var. Savabımızı və günahımızı yazır. Biz bunu hiss etməliyik. Əgər hiss etmirsə, imandan zəif ola bilər. Allah korusun. Biz oturuşumuza, duruşumuza fikir verməliyik. Yaxşı şeylər eləməliyik. Hətta sizə bir şey deyim. Allahın böyüklüyünə bir şey danışmışsa, həqiqətən Allah böyükdür. Bax, insan bir şey fikirləşəndə, amma onu həyata keçirməsə, onda günah yoxdur. Amma həyata keçirsə, onun üçün var, günah var. Amma bir insan yaxşı bir şey xəyal edirsə və onu həyata keçirməsə, bir savab var. Əgər o xəyal keçirdiyi şey eləsə, onun savab var. Yerinə Allah çox böyükdür. Bunun qədərini bilək. Yaxşı fikirləşək, yaxşı şeylər edək, bir şeydən uzaq duraq. Ramazan gəlir, Ramazana bir gün qaldı demək ki. Demək ki, Ramazan, siz bunun içərisində demək ki, Ramazandır. Ramazan həqiqətən, həm də demək günün axırıncı günü təravih namazı qılaq hamımız. Yatsı namazından sonra Allahın izniyle. Vəssalam. Sağ olun.